Dünyada hər 3 nəfərdən biri həyatı boyu potensial olaraq həyati təhlükəsi olan ürək ritm pozğunluğu riski daşıyır. Lakin məlumatlıq səviyyəsi olduqca aşağı olaraq qalır. Yenavaz.com xəbər verir ki, bu barədə Medical Express Avropa Ürək Ritmi Assosiasiyasının kardioloqlarına istinadla məlumat yayıb. Bildirilir ki, ürək artmiyaları olaraq da bilinən ürək ritm pozğunluqları ürəyin elektrik keçirici sistemində nasazlıq yarandıqda onun çox sürətli, çox yavaş və ya qeyri-müntəzəm döyünməsinə səbəb olur. Stat: Bəzi ürək ritm problemləri zərərsiz olsa da, digərləri müalicə edilmədikdə insult, ürək çatışmazlığı və ya ürəyin dayanması kimi ciddi fəsadlara səbəb ola bilər. Ən çox görülən ürək ritm pozğunluğu olan qulaqçıqların fibrilyasiyası bütün dünyada əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2010-cu ildə 33,5 milyon belə hadisə qeydə alınıbsa, bu göstərici 2019-cu ildə 59 milyona çatıb. Proqnozlara görə 2050-ci ilə qədər bu rəqəm 60%-dən çox arta bilər. Statın sonu. EHRA Elmi Təşəbbüslər Komitəsinin sədri professor Julian Chan ürək ritm pozğunluqlarını səssiz bir epidemiyaya bənzədib. Stat: Onların yayılması kəskin şəkildə artır, lakin bir çox insanlar hələ də bu risklərdən və simptomlardan xəbərsizdirlər. Statın sonu. EHRA prezidenti professor Helmut Prerfellner isə bildirib ki, kimin risk altında olduğu ilə bağlı geniş yayılmış yanlış fikirlər var. Stat: Ürək ritminin pozulmasının yalnız yaşlılara təsir etməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Hər yaşda olan insanlarda bu problem üzə çıxa bilər. Bu cür yanlış təsəvvürlər diaqnoz və müalicəni gecikdirərək insanların həyatını riskə atır. Statın sonu.